Ax mənə yaxındır şah damarımdan, yandırır içimi ayrılıq qəmi, sürgündə yaşadır məni mənliyim, İlahi, al cinan mənimdən məni. Tən rəvandan, can da təndən ayrı yox, görməyə canı bu cismin izni yox. Neydəki nalə deyil yel, oddur, od. Bu oda odlanmayan cəndəhdir xod. Neydəki od, meydəki qaynaqdır eşq. Eşq durğunluq deyil, oynaqdır eşq. Neydi yardan ayrılanlar məhrəmi? Neydi yırtan naləsiyle pərdəni? Ney kimi dərdi, dəvanı kim görüb? Neydəki sızgın nəvanı kim görüb? Qanlı yollardan açır söz odlu ney? Odlananlardan açır söz odlu ney? Gün qaratdı eşqidən paysız yəqin, yanğısı söndü balıqdan qeyrinin. Ölüyə neylər sölə, min il ətəş, ətəyin çünki yığıb damdan günəş. Sən bir zadı görəndə belə xiyal eləyirsən ki, sən ilə o gördüyün zadın arasında bir vasitə yoxdur. Sən həmişə bir lətif huzuru ki, lətiflikdən özünü görsətməyir, qafilsin. O lətif huzur nurdur ki, səni gördürə bildi. Necə ki, sən sözdə və yazıda deməyirsən ki, əvvəl nuru gördüm, sonra dediyim səhnəni. Can da elədir. Cismini dolandıran candır, amma sən onu görə bilməyirsən. Göyərəntidə yaşıllıq gözünü oxşayır, amma onu yaşıllandıran və al-əlvan eləyən canı görənməyirsən. Eşq də ona taydır. Eşq qovurğanı sacın üstündə oynadan kimi səni oynadır. Çalıqlamağı, dəbərilməyi görürsən, amma eşqi yox. Ürək odlanmasa gözdən su çıxmaz. Eşq oduna alışmayanın ürəyinə bu səs düyün salanmaz və onu özü ilə sürüyüb, ürək gözü ilə görünən dünyalara aparanmaz. Gün qovurmuş biyabanın dilsiz daşları nə biləcək ki, Məcnunu hançı bir qüvvə aparır və hançı od qovurur. Eşq sacının üstündə olmayan bilməz ki, qovurqa kimi daşlanmağın mənası nədir? Ay, nə də gözəl deyibdir. O alışan, işıqlı şairimiz vəqdanəy sərsəl hurmədəm car nə taftı dukəllə şərarəy nar. Mən o sacın üstündə oynaqlayan dənəyə buğdaya tayam ki, yanıb qovruldum, amma tüstüm də çıxmadı. Allah rəhmət eləsin hər kim bilir. Od hər bir zadı arıdıb təmizləyəndir. Eşqin odu da bir ürəyə su açsa, onu bütünlük eybilərdən təmizləyər. Və od əmma dirildəndir. Əgər od adlım İbrahimi yandırmayır, buna görədir ki, onda həqdən özgəsi qalmayıbdır. Amma o yerdə ki, Mevlana deyir, hər ki cöz mahiz abəş sir şad, hər ki bir روزیست روزش دیر شاد.
istəyir bunu desin ki, eşq yangınlaşdırar, artar, şərər, dəryalar içrə balıq susu deyər. Qədimkilər belə düşünürmüşlər ki, balıq suda ildə bir yol su dadar. O da Neysan suvudur. Mevlana bundan istifadə eləyir və deyir ki, eşqdən, doğru aşıqdən özgəsinin bir dadımlıq payı vardır. Amma doğru aşıq balıq kimi dəryaları da içsə yanğısı sönməz və sönməyəcəkdir. Bu beyti açıqlamaqdan ötürü gətirdiyim bir irfani qəzəlin açıqlamasını ki, çoxları onu məndən istəyiblər, bunun açıqlamasını sizə nisçil eləyirəm. Gümanım elə buna gəlir. Neyləmək? Varım verən deyərlər utanmaz. Yetir şərabı eşqini, içim gözəl, dəniz. Tənin piyaləsi olub şərabı eşqinə nəziz. O mey ki bir piyaləsi edibdi fərşi ərşə tay, başın çalır duvarlara, səma edir, coşur dəniz. Xiyal fəzası dardı dar, bizi xiyaldan üstə çək, götür apar o yurda kim, xiyal quşu salanmaz iz. Tənin sazında ruhumuz, yanıq kərəm çalır mudam, muğamımız qan ağladır, kədər doğur təranəmiz. Duzaqdı tən, sazaqdı mən, ad oldu ruh üçün kəfən, adın əlindən al bizi gəl etcinən kəranəsiz. O yerdə etcinən vətən, ölübdür orada mənlə sən, uçub həvada gəzmədən həvadən ol, nə sən, nə biz. Mən özgədir, unut məni, çağırma vəslə özgəni. Bu saz danışmaz özgəyə, min il otursa dizbədiz. Barışmaz olma tut dəmi, yarın yolunda ud qəmi. Buraq-ı eşqidən sizə dönümlərə qoyuldu diz. İndi yetir şərab-ı eşqini, içim gözəl dəniz. Tənim piyaləsi olub şərab-ı eşqinə nəziz. Eşq badəsindən dərya mənə içdircinən. Çünki bu 60-70 kilovluq tən ki bir piyalə və çanaq hökmündədir, onun əzizliyi eşqin şərabına çanaq olmasıdır. Yoxsa bir donquzla bir insanın ayrıntısı olmazdı. O mey ki bir piyaləsi edibdi, fərşi ərşə tay, başın çalır duvarlara, səma edir, coşur dəniz. Mən kimliyimi dandıran meydən istəməyirəm. O meydən istirəm ki, İbn Fariz dediyinə görə, şəribna əla zikril həbibi mudamətən, səkirna biha min qəbli əy yoxləqəl kərmu. Yarı xatırlayıb bir badə içdik və üzüm hələ yaranmamışdı ki, o badədən məst olmuşduq. Fərş, yəni yerin başa başı o bir piyalənin əsərində özünü ərşin quşu görür və yerin üzündəki dəryalar sərməstlik əsərində çalıqlamadan düşməyirlər. Səma elədikcə başlarını ta dünyadır o yan bu yan sahillərə çıpbalıdılar. Xiyal fəzası dardıdar bizi xiyaldan üstə çək, götür apar o yurda kim,
xiyal quşu salanmaz iz. O həqiqət şərabının əsərində məni xiyallar və xolyalar dünyasından qopart, məni məcazdan qurtar, mənim sərxoşluğumu artırdıqca ayıqlıq bağışlayan və bəndəlik ədəbini xatırladan badədən sərməst eləcinin. Məni o yerə aparcınan ki, xiyal quşunun o yerlərdə qanadı yanar və vəhmin atı da nal tökər. Hənin sazında ruhumuz, yanıq şərəm çalır müdam, muğamımız qan ağladır, kədər doğur təranəmiz. Mərz tanımayan ruhun barmaqları axsar tənin sazında yanıq kərəm çalmaqdadır. Deyərlər kərəm sazını çaldıqca sazı ot alır və kərəm də, saz da birlikdə o vırılan mizrabların odunda yanıb külə dönürlər. Və bu havanın adı yanıq kərəm qalır. Odur ki, insan nə qədər istəyir bu dünyada bəm çalsın, onun bəmindən zil doğur və şənləndikcə qəm gölündə boğulur və vücudunun sazında ayrılıqlardan şikayət etməsi başlanır. Niyə? Duzaqdır tən, sazaqdır mən, ad oldu ruh üçün kəfən, adın əlindən al bizi, gəl etkinən kəranəsiz. Dünyalıq məqamlar, adlar nə qədər artıq, uca olduqca insanın zindanının duvarlarını artıq qalınladırlar. Pəs gəl bizi bu cızıq tanıyan, ötəri adların əlindən al cinan və bizi kəranəsiz elə cinin. O yerdə etkinən vətən, ölübdür orada mənlə sən, uçub həvada gəzmədən həvadən ol, nə sən, nə biz. Mən sən sözü hakim olan yerdə, özünü özgəsinə əzbərlədib diktə eləmək vardır. Pəs qürur əsərində havalanmaqdan ki, nəfsin və dünyalıq mənim başını ucalandırır və ayrılıq törədir. Şişin alınsın, yelin alınsın və havanı başından at. Birlik aləmində mən-mənsiz, birlik aləmdə mən-mənsiz yaşa. Mən, sən, biz, siz sözü daha bu yerdə yersizdir. Və hər bir yan, hər bir yer bəqiyyətəllah xeyrun ləkum mülküdür. İn kuntum müminin. Hər bir yer bəqiyyətəllah xeyrun ləkum mülküdür. İn kuntum müminin. Mən özgədir, unut məni, çağırma vəslə özgəni. Bu saz danışmaz özgüyə minil otursa dizbədiz. Mən və mənlik naməhrəmdilər, onları unut günan. Fəxlə nələyik, heç vaxt bir müqəddəs yerə atla, qatırla girməzlər. Nəfsin, qatırın öz yerləri vardır. Amma onların yeri qapının eşi yüzüdür. Özgəni bu ilahi bəzmə və bu yığıncağa yol verməcinən və əgər bu işi görsən, bu sözlü saz susar, danışmaz, dinməz. Ta insan məhrəm olmayıbdır, bu saz onun mizrabına cavab verməyəcəkdir. Saz onun dilini bilənin dizinin üstündə rahat əyləşər. Sazçılar deyərlər, saz onun dilini bilənin dizinin üstündə rahat əyləşər. Barışmaz olma, tut dəmi, yarın yolunda ud qəmi, buravqı eşqidən sizə dönümlərə qoyuldu diz. Hancı küsən minarədə banlar ki küsmüşəm, almaz küsən qələm əlinə, dinməz hop tutar.
darıxmacınan ki, o məhrəmlərin məhrəmi olan Rəsul Həzrətlərini bulab, Rəsul Həzrətlərini buraq, qeybi gəzdirən yerdə, onu deyənləri də eşqin buraqı, qeybi gəzdirib dolandırmalıdır. Sağ olun.